Salam, hər vaxtınız xeyir olsun. Sınaq 16-nı işləyəcəyik bugün. Sual 1. Uyğunsuzluğu müəyyən edin. 1. Hind-Avropa dil ailəsi, dil qrupu İran, xalqlar əfqanlar. Bəli, əfqanlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. 1 düzdür. 2. Ural, Hami-Sami, Macarlar. Macarlar Hami-Sami dil qrupuna aid deyil. Fin-Uqur dil qrupuna aiddir. Yəni burada Fin-Uqur olmalıydı. Uyğunsuzluq var, 2-də götürəcəyik. Sonra Qafqaz, Nax, Dağıstan, ləzgilər. Bəli, ləzgilər Qafqaz dil ailəsinin Nax, Dağıstan dil qrupuna aiddir. 4 Altay, Oğuz, Qaqavuzlar. Qaqavuzlar Altay dil ailəsinin Oğuz dil qrupuna aiddir, düzdür. 5-ə baxırıq. Hind-Avropa, Hind-Ari, Taciklər. Taciklər Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. 5-də uyğunsuzluq var. 6. Hind-Avropa, Roman, İngilislər. İngilislər bildiyimiz kimi Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir. Yəni 6-da da uyğunsuzluq var. Cavablarımız oldu 2, 5, 6, Y variantı. Sual 2. Xəritə sxemdə ştrixlənmiş təbii zona üçün səciyyəvi əlamətləri istəyir bizdən. Baxaq. 1. Mülayim işıqlanma qurşağında yaranan bütün iqlim qurşaqlarının yayıldığı ərazilərdə rast gəlinir. Xeyr, mülayim işıqlanma qurşağında sadəcə mülayim iqlim qurşağında yayılır bu təbii zona və bu təbii zona tayqa təbii zonasıdır. Yəni iynəyarpaqlı meşələr zonası. Tayqa deyirlər buna. Mülayim qurşaqda yayılıb. Lakin burada arealı biraz düzgün verməyiblər. Bura qədər gəlməli idi. Bildiyimiz kimi bu hissə Kordilyer dağlarıdır. Kordilyer dağlarında bu üfüqi zonallıq pozulur da, bildiyimiz kimi dağlıq olduğu üçün şarqlı zonallıqdır və təbii zonalarda təbii ki dağın ətəyindən yuxarıya doğru dəyişir. Yəni bu ştrixlər bura qədər gəlməli idi. Tayqa zonası bura qədərdir. Bundan sonrası dağ olduğu üçün təbii zona təbii ki ətəkdən yuxarıya doğru dəyişilir. Deməli bir düzgün deyil. Bizdən düzgün əlamətləri, səciyyəvi əlamətləri soruşur. Biri götürmürük. 2. Ob, Yenisey və Makkenzi çaylarının hövzələrində rast gəlinir. Bəli, hər üç çayın da hövzəsində rast gəlinir. İlkini götürürük. Torf ehtiyatları ilə zəngindir. Bəli, torf ehtiyatları ilə zəngindir. 4. Suvarma əkinçiliyi üçün əlverişli deyil. Bəli, çünki tayqa zonasında bildiyimiz kimi rütubət artıqlığı var. Yəni rütubətlənmə əmsalı vahiddən böyük olduğu üçün burada suvarma əkinçiliyi üçün əlverişli deyil bu ərazilər. Deməli 4 də düzgün cavabdır. 5. Avstraliya və Afrika materikindən başqa bütün materiklərin şimal ərazilərində mövcuddur. Xeyr, Cənubi Amerika materikinin şimal hissəsində mövcud deyil. Antarktida materikinin də şimal hissəsində mövcud deyil. Yəni bu səhv fikirdir. 6. Türk xalqlarının məskunlaşdığı ərazilərdə rast gəlinmir. Xeyr, bu da təbii ki səhv fikirdir. Türk xalqlarının məskunlaşdığı ərazilərdə rast gəlinir. Deməli bizim doğru cavablarımız oldu 2, 3, 4 variant A variantı. Sual 3. Tropik və mülayim işıqlanma qurşağına aid fikirləri müəyyən edin. Gəlin burada yazaq. 1, 2. 1. 3 iqlim qurşağını əhatə edir. Bu tropik işıqlanma qurşağı olacaq. Ekvatorial, subekvatorial və tropik iqlim qurşaqlarını əhatə edir. 1 aiddir 1-ə. 2. Saxalin və Azor adaları yerləşir. Bu mülayim işıqlanma qurşağına aiddir. Həmin adalar mülayim işıqlanma qurşağında yerləşirlər. 2-2-yə aiddir. Enyarpaqlı və inyarpaqlı meşələr zonası yayılmışdır. Bu da təbii ki mülayim işıqlanma qurşağında yayılıb.
3 də 2-yə aiddir. Keçirik digər səhifəyə. 4. Braziliyanın ərazisinin çox hissəsi, Konqonun isə ərazisinin bütün hissəsi yerləşir. Bu təbii ki, tropik işıqlanma qurşağıdır. 4. Mərkəzi Asiya ölkələri burada yerləşir. Mərkəzi Asiya ölkələri bildiyimiz kimi mülayim işıqlanma qurşağında yerləşir. 6-ya baxırıq. Avstraliya materikinin şimalını əhatə edən işıqlanma qurşağı təbii ki, tropik işıqlanma qurşağıdır. Deməli, 1-ə 1, 4, 6, 2-ə 2, 3, 5, doğru cavab B variantı. Sual 4. Litosfer havaları haqqında doğru ifadələri müəyyən edin. 1. Antarktida litosfer havasında yalnız materik tipli yer qabığına rast gəlinir. Bu səhv fikirdir, çünki Antarktida litosfer havasında həm okean, həm də materik tipli yer qabığına rast gəlinir. 2. Afrika və Sakit Okean litosfer havaları 4 yarımkürədə yerləşir. Bəli, həm Afrika, həm də Sakit Okean şimal, cənub, qərb və şərq yarımkürələrində yerləşir. 3. Vulkanik mənşəli adalar həm divergent, həm də konvergent sərhədlərdə yaranır. Bəli, bu da doğru fikirdir. Divergent bildiyimiz kimi aralanma zonasıdır. Konvergent isə toqquşma zonasıdır və vulkanik mənşəli adalar hər ikisində də yaranır. 4-ə baxırıq. And dağları litosfer havalarının konvergent, Atlas dağları isə divergent sərhədlərində yerləşir. Xeyr, bu da səhv fikirdir. Çünki Atlas dağları divergentdə yerləşmir. Atlas dağları da həmçinin konvergentdədir, toqquşma zonasındadır. Belə ki, Avrasiya tavası ilə Afrika Ərəbistan tavasının toqquşma zonasında Atlas dağları yerləşib. 4 səhv cavabdır. 5-ə baxırıq. Litosfer havalarının müxtəlif istiqamətlərdə hərəkəti tektonik proseslərlə bağlıdır. Cavabı düzgün cavabdır. 6. Qədim platformalar litosfer havalarının mərkəzi hissəsində, cavan platformalar isə konvergent sərhədlərində yerləşir ifadəsi səhv ifadədir təbii ki. Qədim platformalar litosfer havalarının mərkəzi hissəsində yerləşsə də, cavan platformalar konvergent sərhədlərdə yerləşmirlər. Konvergentdə geosinkronal ərazilər yerləşir. Cavan platformalar isə sadəcə geoloji yaşına görə qədim platformalardan fərqlənirlər. Deməli, bizim doğru cavablarımız oldu. 2, 3, 5, 4-də cavab A variantı. Sual 5. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Deməli, burada silindrik proyeksiyada tərtib olunan xəritələr göstərilmişdir. Deməli, silindrik proyeksiya nə idi? Yadımıza salaq. Silindrik proyeksiyalarda qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman qlobus ekvator xətti boyunca silindrin səthinə toxunur və toxunma xəttində təhrif 0-a bərabər olur. Bu xəttə deyirlər 0 təhrifli xətt. Odur ki, bu proyeksiyadan ekvatora yaxın olan ərazilərin xəritələrinin tərtib olunması zamanı istifadə olunur. Silindrik proyeksiyada tərtib olunmuş xəritələrdə paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişirlər. Bu şəkildə təsvir olunur. Kəsişən düz xətlər şəklində təsvir olunur. Görürsünüzmü? Hamısı düz bucaq altında kəsişiblər. İndi gəlin baxaq görək nə deyir. Bir də silindrik proyeksiyada tərtib olunan xəritələrdə 3-cü məntəqədə təhrif 0-a bərabər olur. Gəlin baxaq, 3-cü məntəqə yerləşir 0 dərəcəlik enlikdə, yəni ekvatorda. Biz də bayaq dedik, bu xətt 0 təhrifli xətt adlanır.
Ona görə bir cavabı düzgün cavabdır. 2-yə baxırıq. 1, 2 və 4 məntəqələr, 4-cü məntəqələr eyni materikdə yerləşir. Deməli, bir yerləşir 0 dərəcəlik uzunluqda 20 dərəcəlik cənub dairəsində. Bu Afrika materikinin ərazisidir. Sonra 2-yə baxırıq. 2 40 dərəcəlik şimal dairəsində 0 dərəcə uzunluqda yerləşir. Bu təbii ki, Avrasiya materikidir. Sonra 4-ə baxırıq. 4 buradadır 0 dərəcəlik uzunluqda 20 dərəcəlik şimal dairəsində. Bu da təbii ki, Afrika materikidir. Burada Avrasiya materiki pozur variantı. Ona görə bizdən də doğru ifadələri soruşurdu. 2-ni götürməyəcəyik. 3-ə baxırıq. Birinci məntəqə budur. Yer kürəsinin xəyali oxu ətrafında fırlanma sürəti 4-cü məntəqədəkindən çoxdur. Bəli, bu ifadə doğru ifadədir. Niyə görə? Bircə dəqiqə. Birinci baxaq görək, baxmadıq enliyinə. Mən elə biləm bu 0-da yerləşir. Yox. Çox deyil. Çünki görürsünüzmü 20 dərəcəlik cənub enliyində yerləşir. 4-cü məntəqə isə 20 dərəcəlik şimal enliyində yerləşir. Yəni, yer kürəsinin xəyali ox ətrafında fırlanma sürəti hər iki məntəqədə də bərabər olmuş olacaq. Çünki bildiyimiz kimi yer kürə formasındadır və ekvatordan qütblərə doğru getdikcə paralellərin uzunluğu azalır. Lakin paralellər eyni dərəcəli paralellərin uzunluğu bir-birinə bərabərdir. Yəni 20 dərəcəlik şimal enliyi ilə 20 dərəcəlik cənub enliyindən keçən paralellər bir-birinə bərabərdir. Həmçinin 30 dərəcəli enliklər şimal və cənub enliklərdə həmin paralellər bir-birinə bərabərdir. Ona görə burada yəni çox olmuş olmayacaq. Yəni bərabər olmuş olacaqdır. Ona görə 3 götürmürük. 4-ə baxırıq. 5 və 2-ci məntəqələr arasında ən qısa məsafə 854 kilometrdir. Gəlin baxaq 5-ci məntəqə hansı məntəqədir? 5-ci məntəqə buradadır. 2-ci məntəqə bəs hardadır? 2-ci məntəqə isə burada yerləşir. İndi bizdən ən qısa məsafəni soruşur bu məntəqələr arasında. Bu məntəqələr arasında 40 dərəcə fərq var. Biz 40 dərəcəni nə edəcəyik? 40 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğu 85,4 dərəcə olduğu üçün 40-ı vuracaq 85,4-ə. O da edəcək. Birbaşa cavabı yazıram. 3416 kilometr. Amma burada deyir 854 kilometrdir. Xeyr, bu təbii ki, səhv cavabdır. Ona görə biz 4-ü götürmürük. 5-ə baxaraq 6-cı məntəqədə. Gəlin baxaq 6-cı məntəqəyə yerləşir 10 dərəcə cənub enliyində. Günəş il ərzində günorta vaxtı həm cənub, həm də şimal tərəfdə görünə bilər. Bəli, 10 dərəcə cənub enliyində günəş həm şimalda görsənə bilər. Niyə? Çünki 10 dərəcəlik enlikdən yuxarı enliklərdə günəş zenitdə olur. 20,5 dərəcəyə qədər. Ona görə günəş şimalda görsənə bilər. Eyni zamanda 10 dərəcədən cənuba doğru 20,5 dərəcəlik cənub enliyinə qədər günəş zenitdə olduğu üçün həmin məntəqədə günəş cənubda da görsənə bilər. Yəni, bu ifadə doğru ifadədir. 5-ci ifadə doğru ifadədir. 6-ya baxırıq, verilən məntəqələrdə günəş şüalarının minimum düşmə bucağı 26,5 dərəcədən az deyil. Bunu hesablamağa ehtiyac yoxdur. Çünki doğru ifadədir. Niyə? Çünki həmin məntəqələrin hamısı günəşin zenitdə olduğu enliklərə yaxın yerləşir. Və buna görə də həmin məntəqələrdə günəş şüalarının düşmə bucağı minimum 26,5 dərəcəyə bərabər olur. Əgər hesablamaq istəsəz,
birini tutaq ki, götürə bilərik. Misal üçün 20 dərəcəlik şimal enliyinə, yəni 4-cü məntəqəyə günəşin maksimum, yox, bizə minimum soruşur. Minimum düşmə bucağını hesablayaraq. Minimum düşmə bucağını hesablamaq üçün cənubda günəşin zenitdə olması lazım. Yəni 23,5 dərəcə cənub tropikində günəş zenitdə olanda 4-cü məntəqəyə günəş şüalarının düşmə bucağı minimum olacaq. Amma yenə də deyirəm, bu 26,5 dərəcədən kiçik ola bilməz. Yəni hesablama işi aparmaq üçün biz təbii ki 90-dan çıxarıq 20-ni, sonra isə tutaq ki 20-ni, sonra cənub enliyində zenitdə olur. Bildiyimiz kimi 23,5 ya da belə eləyə bilərik. Birbaşa deməyim, yoxsa birbaşa deyəndə anlaşılıq olmaz. Gəlin burada yazaq, baxın necə olacaq. Deməli 90 çıxılsın məntəqənin yerləşdiyi coğrafi enlik üstə gəlinsin digər günəşin düşdüyü coğrafi enlik 23,5 dərəcə. Cənub enliyində zenitdə olduğu üçün belə yazdıq. 90 bərabərdir 90 minus 43,5. O da bərabərdir 46,5. Yəni minimum 46,5 olacaq. Bir məntəqə üçün və digərlərində də həmçinin bu şəkildə olacaq. Yəni 26,5 dərəcədən kiçik ola bilməz. Bizim deməli doğru cavablarımız hansılar oldu? Doğru cavablarımız oldu 1, 5, bir də 6. Baxırıq variantlara. B variantı doğru cavabdır. Sual 6. Ölkəmizdə mövcud olan yarım səhra landşaftlarına aid olmayan xüsusiyyətləri müəyyən edin deyir. Gəlin baxaq. 1. Rütubətlənmə əmsalı vahiddən kiçikdir. Bəli. Yarım səhrada rütubətlənmə əmsalı kiçik olur. Quraq ərazidir. 2. Viləşçay və Katexçayın aşağı axırlarında yayılıb. Bu səhv fikirdir. Bizdən də aid olmayan soruşurdu. Bunu götürəcəyik. 3. Dəmiyə əkinçiliyi inkişaf etməmişdir. Bəli, burada suvarma əkinçilikdir. 4. Səpələnən radiasiya üstünlük təşkil edir. Yox, düz radiasiya üstünlük təşkil edir. Ona görə 4-də düzgün cavab deyil. Sonra Orta Araz təbii vilayətində yayılıb. Bu düzgün cavabdır. Bəli, Orta Araz təbii vilayətinə yayılıb. 6-ya baxırıq. Qusar maili düzənliyinin əsas landşaft tipidir. Bu da təbii ki səhv cavabdır. Deməli 2, 4, bir də 6 səhv cavablardır. 6-da cavab E variantıdır. Sual 7. Xəritə sxemə əsasən Richard Bey, Santos, Tampico limanlarının aid olduğu ölkələri müvafiq olaraq müəyyən edin deyir. Deməli, Richard Bey Cənubi Afrika Respublikasındadır. Santos isə Braziliyadadır. Braziliyada Santos. Tampico isə Meksika ərazisindədir. Deməli, 7-ci cavabı nə olmuş oldu? 6, 5, bir də 2. 7-də düzgün cavab B variantıdır. Sual 8. Yanlış bəndi müəyyən edin. 1. Paleozoy yaşlı suxurlara rast gəlinmir. 1. Böyük Qafqaz tektonik qalxmasıdır. Bəli, burada paleozoy yaşlı suxurlar yoxdur. 2. Ön Qafqaz çökməsidir. Həm yarım səhra, həm də interazonal landşaftlar mövcuddur. İfadəsi doğru ifadədir. 3. Kiçik Qafqaz qalxması həm qara, həm də əlvan metallurgiya üçün xammal mövcuddur. 4 isə Kür çökməsidir.
Deməli, 4-də neogen və 4-cü dövr çöküntüləri yayılıb ifadəsi düzgün ifadədir. Y baxırıq. 5. İncə və geyən düzləri yerləşir. Bu da deməli səhv cavab olmuş olacaq. Çünki incə və geyən düzləri bayaq da göstərdim. Bu ərazidə yerləşir. Naxçıvan ərazi boyu düzənliklərində yox. Ona görə bizim səhv cavabımız Y variantı olmuş olacaq 8-də. Sual 9. A ölkəsinin əhalisinin ümumi sayı 50 milyon nəfər, adam başına düşən ümumi daxili məhsul həcmi isə 30 min ABŞ dollarıdır. Bu ölkənin ümumi daxili məhsulunun 20% xarici şirkətlərə məxsusdursa, ümumi daxili məhsulda milli şirkətlərin payını hesablayın. Deməli, biz ümumi daxili məhsulun ümumi sayını tapmalıyıq ki, nə qədər ümumi daxili məhsul var. Bunun üçün nə edəcəyik? Təbii ki, ölkə əhalisinin ümumi sayını vuracaq 50 milyon nəfərə. Onda taparıq ümumi daxili məhsulun həcmi sayı nə qədərdir. Deməli, ümumi daxili məhsul bərabərdir 50 milyon adam var da. 50 milyon vurulsun 30 min. Çünki bir nəfərə 30 min düşürsə, çoxluğu tapırıq indi. Buraya yazacaq 30. Bir dəqiqə. Bunu vurmamışıq. Bura 30 minə bayaq dedik. Dalın arxasını yazmadıq. 30 min deməli o da olacaq 1,5 trilyon. Mən uzun-uzadı sıfırları yazmaq istəmirəm. Trilyon. Deməli, ümumi daxili məhsulun həcmini tapdıq. Nə qədərdir? İndi nə deyir? Bu ölkənin ümumi daxili məhsulunun, yəni bunun 20% xarici şirkətlərə məxsusdursa, ümumi daxili məhsulda milli şirkətlərin payını hesablayın deyir. Deməli, biz nə edəcəyik? Təbii ki, 1,5 trilyonun tapacaq 20%-ni. Çünki deyir 20% xarici şirkətlərə məxsusdur. Bunun üçün nə edirik? Həmin rəqəmi uzun yazacağım bu səfər. Deməli, oldu 1 trilyon. Bir dəqiqə, burada desən 0,1-in artığı yazmışım. 1 trilyon 500 milyard olmuş olur. Yəni 1,5 trilyon. Biz artıq bununla ümumi daxili məhsulu tapdıq, ümumi həcmini. İndi nə deyir? Daha doğrusu tapmamışıq. Biz hələ bunun 20%-ni tapacaq. 20%-ni tapacaq. Daxili məhsulun deyir 20%-i xarici şirkətlərə məxsusdur. Bunun üçün bunu nə edəcək? Bunu vuracaq %20-yə. Çünki 20% deyir. Vurulsun %20. O da bərabərdir. Yeni bir başa cavab yazacağım. 300 milyard. Deməli oldu neçə? Bu qədəri xarici şirkətlərə məxsusdur. Biz bundan xarici şirkətlərə məxsus olan çıxsaq, yerdə qalacaq milli şirkətlərin payı. İndi gəlin onu da çıxaq. Çıxılsın.
da birbaşa cavabı yazmaq istəyirəm mən. 1,2 trilyon. Cavabımız 1,2 trilyonda. Baxırıq variantlara. 9-da variant Y variantıdır. Bu sınaq ümumiyyətlə vaxt aparan suallarla bağlıdır. Ona görə biraz video uzun olmuş ola bilər. Uzun çəkəcək video. Ona baxırıq. Uyğunluğu müəyyən edin deyir. Gəlin müəyyən edək. 1, 2, 3. Deməli, iki işıqlanma qurşağında yerləşir A. Bu, Böyük Su Ayrıcı dağlarına aiddir. Böyük Su Ayrıcı dağları iki işıqlanma qurşağında yerləşir. Həm tropik, həm də mülayim işıqlanma qurşağında yerləşir. Deməli, A aiddir 2-yə. Çayları iki okeanın su toplayıcısı hövzəsində yerləşir. Bu da təbii ki, Böyük Su Ayrıcı dağlarına aiddir. Çünki həm Hind okeanı, həm də Sakit okean hövzəsinə aiddir çayları. Deməli, B getdi 2-yə. C-yə baxırıq. Alp dağı əmələ-gəlmə mərhələsində yaranmışdır. Bu təbii ki, Pamir dağlarıdır, Cavan dağlardır, Pamir dağları. Deməli, C gedəcək 1-ə. C gedəcək 1-ə. Köhnə sənaye rayonu yerləşir. Bu, Appalaç dağlarındır. D getdi 3-ə. Burada başlayan çayların qidalanmasında buzlaq suları üstünlüyü təşkil edir. Y də deməli 1-ə aid olmuş olacaq. Niyə? Çünki Pamir dağlarının hündürlüyü yüksəkdir. Ona görə də ondan başlayan çayların qidalanmasında buzlaq suları üstünlük təşkil edir. İndi cavablar necə olur? 1C, Y, 2 A, B, 3 isə D. Yəni onun cavabı B variantıdır. Sual 11. Cədvələ əsasən doğru bəndləri müəyyən edin. Gəlin müəyyən edək. Birə baxaq. Bir Şahdağ silsiləsidir. Şahdağ silsiləsi ilə çox vaxt Şahdağ zirvəsini qarışdırırlar. Qarışdırmayın. Çünki Şahdağ silsiləsi Kiçik Qafqazdadır. Silsilə Kiçik Qafqazdadır, zirvə Böyük Qafqazdadır. İndi biz Kiçik Qafqazdakı Şahdağ silsiləsindən danışırıq. Deyir ki, xarici ölkə ilə təbii sərhəd təşkil edir. Deməli, düzdür bu ifadə. Şahdağ silsiləsi Ermənistanla sərhəddədir. Bizdən də doğru cavabları istəyir. Biri götürəcəyik. 2-yə baxırıq. Qarabağ mütləq hündürlüyü 3000 metrdən azdır. Bu doğru ifadədir. Qarabağın ən hündür zirvəsi olan Böyük Kirs 2725 metr hündürlükdədir. Yəni 3000 metrdən azdır. 2 də doğru ifadədir. 3-ə baxacaq. Niyaldağ Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir deyil. Xeyr, Niyaldağ Böyük Qafqaz tektonik qalxma zonasında yerləşir. Sonra Dərələyəz qışı quraq keçən soyuq iqlim tipi yayılıb. Xeyr, burada qışı quraq keçən soyuq iqlim deyil. Yayı quraq keçən soyuq iqlimdir Dərələyəzdə. Murovdağa baxırıq. Vulkanik çökmə suxurlara rast gəlinir. Bu ifadə təbii ki, doğru ifadədir. Axırıncıya baxaq. Talış dağlarında deyir, Yura və Təbaşir çöküntüləri üstünlük təşkil edir. Yura və Təbaşir bildiyimiz kimi Mezozoy erasının dövrləridir və bu səhv fikirdir. Çünki Talış dağlarında Kaynozoy erasının suxurları üstünlük təşkil edir. Deməli, bizim doğru cavablarımız hansılar oldu? 1 Şahdağ, 2 Qarabağ, 5 isə Murovdağdır. 12-yə baxırıq. Sual 12. İqlim diaqramının aid olduğu iqlim qurşağı üçün doğru ifadələri müəyyən edin. Biz artıq o iqlim qurşağının
diaqramından hansı iqlim qurşağına aid olduğunu bilirik. Bu iqlim qurşağı təbii ki, Cənub yarımkürəsinin subekvatorial iqlim qurşağının diaqramıdır. Çünki yay aylarına baxırıq, yay aylarında quraqlıqdır və subekvatorial iqlim qurşağı olduğu üçün bilirik ki, yayda ekvatorial, qışda tropik hava kütləsi hakimdir. Lakin Cənub yarımkürəsində yay qış aylarına təsadüf edir. Qış aylarında tropik hava kütləsi hakim olur. Subekvatorial iqlim qurşağı, üzr istəyirəm, tropik yox. Subekvatorial iqlim qurşağında qış aylarında yayda ekvatorial hava kütləsi hakimdir Cənub yarımkürəsində. Hansı ki, həmin yay ayları yanvara, dekabra təsadüf edir bizdən fərqli olaraq. Çünki onlar Cənub yarımkürəsində yerləşirlər. Və buna görə də həmin ərazilərə yayda ekvatorial hava kütləsi hakim olduğu üçün yağıntı bol düşüb. İndi gəlin baxaq görək doğru cavablar istəyir bizdən. 12-də doğru cavablar hansılardır? Cape York yarımadasını əhatə edir, bəli. 2-yə baxırıq. Eir gölü bu iqlim qurşağında yerləşir. Xeyr, Eir tropik iqlim qurşağında yerləşir. Yağıntılar əsasən yay fəslində düşür. Baxaq görək. Yağıntılar əsasən yay fəslində düşür. Bəli, bayaq dedik, yayda ekvatorial hava kütləsi hakimdir və yay ayları bizdən fərqli olaraq qış aylarına təsadüf edir. Ona görə biz 3'ü götürəcəyik. 1, 3 hələ ki doğru cavabımızdır. Yalnız bir işıqlanma qurşağı daxilində formalaşır ifadəsi səhv ifadədir. Çünki bir yox, 2 işıqlanma qurşağı daxilində formalaşır. Həm tropik, həm də mülayim işıqlanma qurşağında. Bizə baxırıq, ekvator xətti ilə kəsişən ərazilərdə rast gəlinmir. Bu ifadə təbii ki, səhv ifadədir, çünki rast gəlinir olacaqdır. 6. Savana və seyrək meşələr təbii zonası formalaşır. Bəli, subekvatorial iqlim qurşağında bu təbii zona formalaşır. 12-də cavaba baxırıq. Hansılar olacaq? 1, 3 və 6 Y variantıdır doğru cavab. Sual 13 yenə iqlim diaqramı ilə bağlıdır. İqlim diaqramına aid olduğu iqlim tipi üçün səciyyə və əlamətləri müəyyən edin. Artıq bu iqlim diaqramlarını ümid edirəm ki, yəni siz əzbərə bilirsiniz. Çünki bütün coğrafiya vəsaitlərində demək olar ki, bu diaqramların hamısı verilib. Oradan baxıb göz yaddaşı ilə yadınızda saxlaya bilərsiniz, öyrənə bilərsiniz. Bu iqlim diaqramı deməli yağıntılara bərabər paylanan mülayim isti iqlim tipinin diaqramıdır. Gəlin indi biz nə istəyir? Bizdən səciyyə və əlamətləri istəyir. Baxaq görək. 1. Qağ şəkil rayonları ərazisinə rast gəlinir. Bəli, doğru cavabdır. 2. Qərzəkli meyvəçilik üzrə ixtisaslaşan inzibati rayonlar yerləşir. Bəli. Bu da düzgündür. Qərzəkli meyvəçilik, yəni qoz, sındıq düzgündür. Yəni 1, 2 düzgündür. Bizə baxırıq, bərabər rütubətli soyuq iqlim tipinə aiddir deyir. Deməli, 3 səhv ifadədir. 4. Talış dağlarının ətəklərində müşahidə olunur. Bəli, Talış dağlarının ətəklərində müşahidə olunur. Deməli 1, 2, 4 bizim doğru cavabımızdır. 13'də A variantı. Digərlərində baxaq. Tərtər çayının su toplayıcı hövzəsində rast gəlinir ifadəsi düzgün ifadə deyil. 6'ya baxırıq. Mütləq hündürlüyü 2700 metrdən yüksək olan ərazilərdə yayılıb. Yox, 2700 metrdən aşağı olan sahələrdə, ərazilərdə yayılıb. Çox aşağı olan. Deməli, 13'də cavab nə oldu? 13'də cavab oldu 1, 2, 4 A variantı. Sual 14. Tərtər və Qanaq çaylarına aid olan ümumi xüsusiyyətləri müəyyən edib yazın.
14-də deməli baxırıq, mənbəyi xarici ölkədə yerləşir. Ümumi xüsusiyyətlər istəyir bizdən. Bu səhv ifadədir, çünki Tərtər çayının mənbəyi xarici ölkədə yerləşmir. Azərbaycanda yerləşir elə. Ona görə biri ümumi cavab kimi, oxşar cavab kimi götürmürük. Sonra keçirik 2-yə. Qidalanmasına yeraltı sular üstünü təşkil edir. Bəli, bu doğru ifadədir. Mənsəbində yarımsəhra və quru çöl iqlim tipi müşahidə edilir. Deməli, 3 doğru ifadədir. Mənsəbində yarımsəhra və quru çöl iqlim tipinə rast gəlinir. Su toplayıcısı hövzəsi 2 tektonik zonada yerləşir. Bəli, su toplayıcı hövzəsi 2 tektonik zonada yerləşir ifadəsi düzgün ifadədir. 5-ə baxırıq, qonşu ölkə ilə təbii sərhəd təşkil edir. Bu fikir sadəcə Qanaxa aiddir. Qanaq təbii sərhəd rolunu oynayır, lakin Tərtər yox. Yəni 5 bizim variantlarımız arasında deyil. Mənsəbinin yer. Deməli, doğru cavablarımız oldu. 2. Qidalanmasına yeraltı sular üstünü təşkil edir. 3. Mənsəbində yarımsəhra və quru çöl iqlim tipi müşahidə edilir. Və 4. Su toplayıcı hövzəsi 2 tektonik zonada yerləşir. 14-də cavab Y variantıdır. Sual 15. Eyler-Venn diaqramına olan bəndləri müəyyən edin. Gəlin burada yazaq. 1, 2, 3. Birə baxırıq, əlva metallurgiyada istifadə edilir. Bu hər ikisinə də aiddir. Yəni 3-ə yazmış olacaq biri. Afrika materikində rast gəlinir. Hər ikisi də Afrika materikində rast gəlinir. Onu da 3-ə yazacaq. Sonra baxırıq, Çinin iqtisadiyyatında Çinin yox, üzr istəyirəm, Çilinin iqtisadiyyatında mühüm yer tutur. Təbii ki, bu misə aiddir. Bildiyimiz kimi An dağlarında mis qurşağı var və bu da Çil ölkəsinin ərazisinə düşür. 3-ü 1-ə yazacaq. Emalı əsasən inkişaf etmiş ölkələrdə gedir. Təbii ki, bu boksitə aid olmuş olacaq. Sonra Braziliya ixracatında mühüm yer tutur. Bu təbii ki, boksitə aiddir. Boksit Braziliya ixracatına mühüm yer tutur. 4, 5. Sonra Kiçik Qafqaz dağlarında yataqları mövcuddur. Misindir. Bəli, bu ifadə düzgün ifadədir. Ona görə gedəcək 1-ə. 1-ə gedəcək. Bildiyimiz kimi mis harda yayılıb? Deməli Gədəbəydə, Ağdərədə həmçinin mis yataqları var. Deməli 1-ə 3, 6, 2-yə 4, 5, 3-ə 1, 2, 15-in cavabı C variantıdır. Keçdik 16-cı suala. Hamısı uyğunlaşdırma suallarıdır. Demək olar ki, yarıdan çoxu belə vaxt aparan sualların hamısını yığıblar bu sınağa. 16. Uyğunluq gözlənilmişdir. İndi gəlin baxaq görə hansılarda uyğunluq gözlənilib. Deməli, Cape York yarımadası bildiyimiz kimi Avstraliya materikinin yarımadasıdır. Deyir, Yeni Qviniya adasından Polk boğazı vasitəsilə ayrılır ifadəsi səhv ifadədir. Çünki Yeni Qviniya adasından Torres boğazı vasitəsilə ayrılır. Deməli, biri götürmürük. 2-yə baxırıq. Kiçik Asiya yarımadası çayları iki okean hövzəsinə aiddir. Bəli, həm Hind okean hövzəsinə, həm də Atlantik okean hövzəsinə aiddir. 2
düzgün ifadədir, götürəcəyik. Apennin yarımadası fəaliyyətdə olan vulkan mövcuddur. Bəli, Apennin yarımadasında Vezuvi fəaliyyətdə olan vulkanı mövcuddur. 3-ü götürəcəyik. Sonra baxırıq 4-ə. 4 Kuba adasından danışır. Kuba adası litosfer tavalarının divergent sərhədində yerləşmir. İfadə yəni düzgün deyil burada. Biz deməli 4-ü götürməyəcəyik. Sonra Baltik dənizi orta duzluluğu Qara dənizin orta duzluluğundan daha çoxdur ifadəsi yanlışdır. Çünki Baltik dənizinin duzluluğu aşağıdır. Bunun da səbəbi Baltik dənizinə çoxlu çayların tökülməsidir və həmin çaylar suyun duzluğunun azalmasına səbəb olur. Yəni 5 də səhv ifadədir, götürmürük. Saxalin adası mülayim muson iqlim tipi formalaşıb Saxalin adasında. Bəli, 6 doğru cavabdır. 16 da doğru cavab D variantı 2-3-6. Sual 17. Xəritə sxemdə ştrixlənmiş fiziki coğrafi rayonları üçün oxşar xüsusiyyətləri müəyyən edin. Bu ərazi Küdrü Şirvandır. Sonra baxırıq burada Qazax Qarabağdır. Bir də Araz boyudur. Gəlin onlara uyğun oxşar xüsusiyyətləri seçək. Deməli, 1. Yarım səhra quru çöl iqlim tipi müşahidə edilir. Bəli, hər üçündə də yarım səhra quru çöl iqlimi müşahidə edilir. Kür dağarası çökəkliyi təbii vilayətində yerləşirlər. Bəli, hər üçü də Kür dağarası çökəkliyi təbii vilayətində yerləşir. 3. Mülayim isti iqlim tipi müşahidə edilir. Xeyr, bu səhv fikirdir. 4. Xarici ölkə ilə sərhədi mövcuddur. Fikri də ümumi cəhət ola bilməz. Niyə görə? Çünki burada baxırıq, Araz boyu İranla sərhəddədir. Qazax Qarabağında digər ölkə ilə sərhədi var. Lakin burada bir dənə sərhədi olmayan ərazi var. O da Küdrü Şirvandır. Yəni ümumi cəhət deyil bu. Xarici ölkə ilə sərhədi var ifadəsi düzgün deyil. 5-ə baxırıq. Buxarlanma qabiliyyətinin kəmiyyəti yağıntıların kəmiyyətindən daha çoxdur ifadəsi düzgün ifadədir. Bəli, buralar quraq ərazilər olduğu üçün buxarlanma qabiliyyətinin kəmiyyəti də yüksəkdir yağıntılardan. Deməli 5 doğru ifadədir. 6 Kür çayı ərazisindən keçir. Baxırıq burada Araz boyu Kür çayı ərazisindən keçmir. Deməli 6-da səhv ifadədir. 17-də deməli doğru cavablar oldu. 1, 2 və 5. 5 B variantı doğru cavabdır. Sual 18. Cədvələ əsasən doğru bəndləri müəyyən edin deyir. 1. Nil mənsəbinin yerləşdiyi dəniz 3 qitənin sahillərini yuyur. Nil bildiyimiz kimi Aralıq dənizinə tökülür və Aralıq dənizi həm Afrikanın, həm Avropanın, həm də Asiya qitəsinin sahillərini yuyur. 1-i götürəcəyik, 1 doğru cavabdır. 2-yə baxırıq, Zambezi su toplayıcı hövzəsi yalnız bir ölkə ərazisində yerləşir ifadəsi səhvdir. Çünki bir ölkə yox, bir neçə ölkə ərazisindən keçir olacaqdır. 3. Parana mənsəbi keçid iqlim qurşağında yerləşir ifadəsi düzgün ifadədir. Çünki Parananın mənsəbi subtropik iqlim qurşağında yerləşir və subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır. Xuanxe yerləşdiyi ölkənin iki okeana birbaşa çıxışı mövcuddur. Deməli, Xuanxe yerləşir Çin ölkəsində. Çin ölkəsində sadəcə Sakit okeana çıxışı var. Ona görə 4 ifadəsi səhv ifadədir. 5. Yukon Şimali Amerikanın çayıdır. Mekong çayı ilə eyni okean hövzəsinə, yəni Sakit okean hövzəsinə aiddirlər. 5 doğru cavabdır. Volqaya baxırıq. Aid olduğu materikin ən uzun çayıdır yazıb. Aid olduğu materikin yox, Avropanın ən uzun çayıdır. Yəni Avropa qitəsinin ən uzun çayıdır. Yəni 6-da səhv ifadədir. Deməli, doğrular hansılar oldu?
1 oldu, 3, bir də 5 oldu. A variantı. 19-cu suala baxırıq. Şimali Amerika materikini bizə dəqiq görsənmir. Şimali Amerika materikini Avrasiya materikindən fərqləndirən xüsusiyyətlər. Gəlin seçək fərqləndirən xüsusiyyətləri. Ən uzun çayı Atlantik okeanının su toplayıcı hövzəsinə aiddir. Deməli, Şimali Amerikanın ən uzun çayı Mississippi çayıdır və Atlantik okeanı hövzəsinə aiddir. Biri götürəcəyik. Sonra 2-yə baxırıq. Tropik iqlim qurşağı tam zolaq əmələ gətirir. Bəli, bu da fərqli xüsusiyyətdir Avrasiyadan. Çünki Şimali Amerikada tropik iqlim qurşağı tam zolaq əmələ gətirir. 1-2. Buzlaq tektonik mənşəli göllər geniş yayılıb. Bu Şimali Avrasiyada da geniş yayılıb. Ona görə fərqli xüsusiyyət deyil. 4. Muson küləkləri müşahidə edilir. Fərqli xüsusiyyət deyil. Mezozoik qırışıqlığında formalaşan dağ silsilələri mövcuddur. Avrasiyada da mövcuddur. Fərqli xüsusiyyət deyil. Eyni adlı platformadan təşkil olunmuşdur. Artıq fərqli xüsusiyyətdir. Çünki Şimali Amerika platforması var. Bir də Şimali Amerika materiki var. Yəni eyni adlı platformada təşkil olunub. 6 doğru cavabdır. Deməli 19-un cavabı C variantı 1, 2, 6. Keçdik 20-ci suala. Unitar inzibati ərazi quruluşuna malik olan ölkələri müəyyən edin deyir. Gəlin müəyyən edək. Deməli, Səudiyyə Ərəbistanı unitardır. Lakin Birləşmiş Ərəb Əmirliyi variantı pozur. Çünki Birləşmiş Ərəb Əmirliyi federativdir. Ona görə A-nı götürmürük. B-yə baxırıq. Myanma federativdir. Tayland digərinə heç baxmağa ehtiyac yoxdur. Çünki Myanma federativdirsə, avtomatik artıq B-də sıradan çıxdı. Çünki bizdən unitarı soruşur. Digərlərini oxuyub vaxtı öldürməyək. C-yə baxırıq. 20-də cavaba baxırıq. C. Belçika, deməli Belçika federativdir. Unitar deyil. Təbii ki, C-də düzgün cavab deyil artıq. Digərlərinə baxmırıq. D-yə baxırıq. D-yə baxırıq. Suriya unitardır. Mərakeş həmçinin unitardır. Uruqvay həmçinin unitardır. Yəni 20-də doğru cavab D variantıdır. Keçdik 21-ə. Azərbaycan Respublikasının əhalisi üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin deyir. Gəlin müəyyən edək Azərbaycanla bağlı xüsusiyyətləri. 1. Demoqrafik keçidin 4-cü mərhələsindədir fikri yanlış ifadədir. Çünki Azərbaycan demoqrafik keçidin 3-cü mərhələsindədir. 1. Getdi. 2. Əksər hissəsi mütləq hündürlüyü 500 metrdən yüksək olan ərazilərdə yaşayır. Yox. Əksər hissə 500 metrə qədər olan ərazilərdə yaşayır. 2 də səhvdir. 3. Orta sıxlığı hər kvadrat kilometrə 100 nəfərdən çoxdur ifadəsi doğru ifadədir. 3-ü götürəcəyik. Hind-Avropa və Qafqaz dil ailəsinə aid olan xalqlar yaşayır ifadəsi də doğru ifadədir. Əmək qabiliyyətli əhali ümumi əhalinin yarıdan çoxunu təşkil edir ifadəsi doğru ifadədir. 3, 4, 5 bizim doğru cavablarımızdır. 21-də A variantıdır. Lakin axırıncı qalıb ona da baxaq. Xidmət sahəsində çalışanların xüsusi çəkisi azalır, yox, artır olacaqdır. 21-də deməli doğru cavab A variantıdır. Sual 2. Doğru olmayan ifadələri müəyyən edin. Gəlin indi müəyyən edək. Volqa-Ural regionunda yerləşən türk xalqları Altay dil ailəsinin Bulqar qoluna aiddir ifadəsi doğrudur. 2. Kabarda-Balkar və Qaraçay-Çərkəz türk qurumları dəniz sahili mövqeyə malik deyillər olacaqdır. 2-ni götürəcəyik, çünki doğru olmayan ifadədir. Sonra müstəqil türk dövlətlərindən yalnız biri 2 qitədə yerləşir, yox.
Bu ifadə də yanlışdır, çünki həm Türkiyə, həm Qazaxıstan iki qitədə yerləşirlər, üçü götürürük. Qazaxıstan Respublikası Mərkəzi Asiyada yerləşən bütün müstəqil türk dövlətləri ilə həmsərhəddir ifadəsi doğru ifadədir. 5 Saxa Respublikası ərazisinə görə ən böyük türk dövlət qurumudur ifadəsi doğru ifadədir. Bizdən doğru olmayanları soruşur. Türkiyə, İraq və Bolqaristanla yalnız quru sərhədlə malikdir ifadəsi yanlışdır, çünki dəniz sərhədi də var. Deməli, 2-3-6 bizim doğru cavablarımızdır. 22-də cavab Y variantıdır. 23 məsələ həllidir. K məntəqəsində atmosfer təzyiqi 640 mm civə sütunudur. El və K məntəqələri arasındakı temperatur fərqi 9,6 dərəcə Selsiya təşkil etdiyini nəzərə alaraq el məntəqəsinin mütləq hündürlüyünün neçə metr olduğunu müəyyən edin deyir. Deməli, biz artıq bilirik ki, 1000 metr yuxarı qalxanda temperatur 6 dərəcə düşür. 9,6 dərəcə dəyişməsi üçün lazım olan hündürlüyü biz tapmalıyıq. Hansı ki, K və el arasındakı temperatur fərqidir 9,6. Yəni, biz hündürlüyü tapsaq, eyni zamanda K ilə el arasındakı hündürlük fərqini də tapmış oluruq. Deməli, birbaşa yazın 9600 bölünsün 6. O da bərabərdir. Birbaşa cavabı yazıram 1600. Deməli, K-dan elə qədər 1600 metr məsafə var. Fərq var. Bizdən el məntəqəsinin mütləq hündürlüyünü soruşur. Deməli, mütləq hündürlük də dəniz səviyyəsindən hesablanan hündürlükdür. Ona görə biz dəniz səviyyəsindən K nöqtəsinə qədər olan hündürlüyü də tapmalıyıq ki, mütləq hündürlüyü tapmış olaq el məntəqəsinin. Biz bilirik ki, normal atmosfer təzyiqi 760 mm dəniz səviyyəsinə uyğun gəlir. 760 mm olur dəniz səviyyəsində. K-nı da bilirik ki, 640-dır. 760-dan biz fərqi tapmalıyıq. 760-dan 640-ı çıxmalıyıq. Çünki yer səthindən hər 10 metr yuxarı qalxdıqca təzyiq 1 mm aşağı düşür. Ona uyğun olaraq biz tapa bilərik, hündürlüyü tapa bilərik. İndi gəlin tapaq fərqi. Deməli, biz 760-dan, yəni normal atmosfer təzyiqindən K məntəqəsinin atmosfer təzyiqini çıxmalıyıq ki, fərqi tapaq. Deməli, 120 mm civə sütunu təzyiq fərqi var, yəni dəniz səviyyəsindən K-ya qədər. Bunu da hündürlüyə çevirmək üçün mən həmişə deyirəm, ona vurmalıyıq. Ona vurmalıyıq, o da 1200 metr fərq edəcək. Yəni, dəniz səviyyəsindən K-ya qədər olan hündürlük 1200 metrdir. K-dan elə qədər də olan hündürlük 1600 metrdir. Biz artıq el məntəqəsinin mütləq hündürlüyünü hesablaya bilərik. 1200-ün üzərinə gələrik 1600 və K nöqtəsinin, daha doğrusu el məntəqəsinin mütləq hündürlüyünü taparıq 2800. Belə. Bu qədər sadə, bu qədər asan. Bu video çox uzun olmuş olacaq, çünki elə bil ki, bütün vaxt aparan sualları gətirib salıblar imenli bu sınağa. Və mən videoları gecə çəkirəm, çünki gündüz heç cürə vaxt tapa bilmirəm də, yəni gündüz vaxtım olmur mənim. Gecə saatlarında çəkirəm videoları, ona görə səsimdə yorğunluq hiss eləsəniz, üzr hesab eləyin də, çünki gündüz heç cürə vaxt tapa bilmirəm. Keçid edirik 24-cü suala. Ölkəmizin kənd təsərrüfatı ilə bağlı doğru ifadələri müəyyən edin deyir. Bir, yay və qış otlaqlarının mövcudluğu qoyunçuluğun inkişafına müsbət təsir göstərir. Bəli, Azərbaycan həm yay, həm də qış otlaqlarına malikdir və buna görə də qoyunçuluq yaxşı inkişaf edib.
2. Regionlar üzrə təbii şəraitin müxtəlifliyi həm yazlıq, həm də payızlıq əkinçilik üçün imkan yaradır. İfadəsi də təbii ki, doğru ifadədir. 3. Varma kanallarının beton üzlüksüz olması yararlı torpaq sahələrinin azalmasına təsir edir. İfadəsi də doğru ifadədir. 4. Bütün ölkə ərazisi üçün intensiv kənd təsərrüfatı xarakterlikdir. İfadəsi yanlış ifadədir. 4'ü götürməyəcəyik. Keçid edirik digərinə. Şabaldı və boz çəmən torpaqlarda dəmiyə əkinçilik inkişaf etmişdir. Yox. Boz çəmən torpaqlarda təbii ki suvarma əkinçilik olmadan mümkün deyil əkinçilik. 6. Gərsəkli meyvəçilik üzrə ixtisaslaşan inzibati rayonlarda tütün becərilmir. Yox, becərilir olacaqdır. Bu da səhv ifadədir. Deməli, doğru ifadələr sadəcə 1, 2, 3'dür. Keçdik 25-ci suala. Südlük və südlük ətlik istiqamətli heyvandarlığın üstün olduğu ölkələri soruşur bizdən. Təbii ki, bu Hindistan ölkəsidir. Namibiya deyil. Sonra İspaniyada deyil. Fransa olacaq. Seçirik Fransanı. Südlük və südlük ətlik heyvandarlıq üstündür. Sonra Meksikanı götürməyəcəyik. Bir də Danimarka. Yenə südlük və südlük ətlik istiqamətli heyvandarlığın üstün olduğu ölkədir. Deməli, bizim doğru cavablarımız oldu 1, 4 və 6. Keçid edirik 26-cı suala. Doğru olmayan ifadələri müəyyən edin. 1. İnkişaf etmiş ölkələr demoqrafik keçidin ikinci mərhələsindədir. İfadəsi yanlışdır, çünki 4-cü mərhələdədirlər. 1'i götürəcəyik. 2. Almaniyada adam başına düşən ümumi daxili məhsulun həcmi İspaniyadakindən daha çoxdur. İfadəsi doğru ifadədir. 2'ni götürmürük. 3. Car, Avstraliya, İsrail və Qətər inkişaf etmiş ölkələr qrupuna daxildir. Car inkişaf etmiş ölkədir. Avstraliya inkişaf etmiş ölkədir. İsrail inkişaf etmiş ölkədir. Lakin Qətər inkişaf etməkdə olan ölkədir. Ona görə biz 3'ü götürəcəyik. Doğru olmayan ifadə kimi 1, 3. Sonra Argentina və Çilidə şəhər əhalisinin payı yüksəkdir deyir. Bu doğru ifadədir. Götürməyəcəyik. OPEC təşkilatına üzv olan ölkələrə yalnız 2 qitədə rast gəlmək olar. İfadəsi doğru olmayan ifadədir. Götürürük. İndoneziya, Yaponiya neft ixrac edir. Doğru ifadədir. Deməli, doğru olmayanlar oldu. 26'da 1, 3, bir də 5. Keçdik 27-ci suala. Yenə uyğunlaşdırma sualıdır. Gəlin uyğunlaşdıraq. 1, 2, 3. Uyğunluğu müəyyən edin. Qarabağ İqtisadi rayonu, Gəncə Daşkəsən İqtisadi rayonu, Mərkəzi Aran İqtisadi rayonu. A. Bir xarici ölkə ilə həmsərhəddir. Bu Qarabağ İqtisadi rayonudur. A-nı 1'ə yazacaq. Zəngin alyunit ehtiyatlarına malikdir. Bu təbii ki, Gəncə Daşkəsən İqtisadi rayonudur. Sonra Varvara su anbarı yerləşir. Mərkəzi Aran İqtisadi rayonunda. 3'ə aiddir. Sonra baxırıq 6 inzibati rayondan ibarətdir. Mərkəzi Aran İqtisadi rayonu. Deyini buraya yazırıq. Ərazisində həm Kür, həm də Araz çayının qolları mövcuddur. Bu da Qarabağ İqtisadi rayonuna aiddir. Deməli, necə oldu? 1'ə A-yə, 2'yə B, 3'ə isə C və D. Nəhayət keçdik situasiya tipli tapşırıqlara. Tədqiqatçı Şimali yarımkürəsində yerləşən Günəşin ildə bir dəfə zenitdə olduğu paralel ilə 80 dərəcə şərq uzunluğunun kəsişmə nöqtəsində yarımadada yerləşən A məntəqəsindən başlayaraq şimal istiqamətində deməli 1831,5 km hərəkət etdikdən sonra B məntəqəsinə çatmışdır. Gəlin bunu çəkək. Deməli, nə deyir? Deyir ki, Günəşin ildə bir dəfə zenitdə olduğu paralel şimal yarımkürəsində təbii ki, bu şimal tropikidir.
Yəni tədqiqatçı gəlin bunu çəkək. 23,5 dərəcə şimalin dairəsi. 23,5 dərəcə şimalin dairəsi. 80 dərəcə şərq uzunluğunun kəsişmə nöqtəsi. 80 dərəcə olsun burada şərq uzunluğu. Həmin deyir bu yer yarımadada yerləşən A məntəqəsidir. İndi gəlin baxaq, oxuyaq sualları. Deyir A məntəqəsinin yerləşdiyi ölkənin inzibati. Gəlin hələ birinci tapaq. A məntəqəsi hansı ölkədir? Bu 80 dərəcə şərq uzunluğu ilə 23,5 dərəcə şimal tropikinin kəsişdiyi ölkə Hindistan ölkəsidir. Xəritəyə də baxsaz bunu asanlıqla görə bilərsiniz. İndi nə deyir? Deyir A məntəqəsindən başlayaraq şimali istiqamətində gedib 1831,5 km hərəkət edib. Biz nə edəcəyik? Meridian üzrə hərəkət etdiyimiz üçün meridian üzrə deməli 1 dərəcənin qiyməti 111 km olduğu üçün 1831,5-i bölərik 111 kilometrə, taparıq 16,5 dərəcə. Yəni burada oldu B nöqtəsi 16,5 dərəcə yuxarı gedib. Ona görə biz 23,5-in üzərinə gələrik. 16,5 taparıq enliyi. 40 dərəcə şimalin dairəsi. Təbii ki, bu ölkədə olmuş olacaq. Hansı ölkə? Çin. Çinin ərazisinə düşür. Yenə xəritədə baxsaz, görərsiniz 80 dərəcə şərq uzunluğu ilə 40 dərəcə şimal enliyinin kəsişmə nöqtəsi Çin ölkəsinin ərazisinə düşür. İndi gəlin sualları cavablandıraq. A məntəqəsinin yerləşdiyi ölkənin inzibati ərazi quruluşunu və bu ölkənin ərazisinin əksər hissəsinin yerləşdiyi iqlim qurşağının adını cədvələ yazın deyir. Təbii ki, Hindistan Hindistan ölkəsidir. Hindistanın inzibati ərazi quruluşu federativdir. Federativ. Sonra A məntəqəsinin yerləşdiyi ölkənin ərazisində müşahidə olunan iqlim qurşağının adı isə təbii ki, subekvatorial iqlim qurşağıdır. Keçdi 29-a. B məntəqəsi, yəni Çin ölkəsindən danışır. Çinin sahillərini yuyan okeanın təbii ki, Sakit okeandır və bu ölkə ərazisindən axan ən uzun çayın adını cədvələ yazın. Çinin ən uzun çayı Yansızı çayıdır. Burada yazacaqsınız Yansızı. 30. Mətnə əsasən cədvəli tamamlayın. B məntəqəsinə günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasındakı fərqi tapacaq. Bunun üçün nə edəcəyik? Maksimumu tapmaq üçün, maksimum olması üçün günəş şimal tropikində zenitdə olması lazım. Ona görə 90 dərəcə çıxılsın məntəqənin coğrafi enliyindən biz 23,5 dərəcə, yəni günəşin zenitdə olduğu enliyi çıxırıq. O da bərabərdir. Mən birbaşa cavabı yazacağım. 73,5 bu maksimumdur. Maksimum. İndi minimumu tapacağım. Minimum olanda da günəşin cənub tropikində zenitdə olması lazım. 90 çıxılsın. Bu səfər 40-la biz 23,5-i toplayacaq mötərizə içərisində. Çünki fərqli yarım kürələrdədirlər. O da bərabərdir. 90 çıxılsın. 63,5 o da bərabərdir. Birbaşa cavabı yenə yazın. 26,5. İndi bizdən bu da minimum idi. Bizdən bunlar arasındakı fərqi soruşur. Maksimum və minimum düşmə bucaqları arasındakı fərqi soruşur. Yəni 73,5-dən 26,5-i çıxırıq. Fərqi tapırıq neçə? 47. Bura yazırıq 47. B məntəqəsi ilə ekvator arasındakı məsafə.
Deməli, bura olsun ekvator 0 dərəcə, B məntəqəsi yerləşir 40 dərəcə şimalin dairəsində. Biz təbii ki, meridian üzrə hərəkət etdiyimiz üçün və meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometr olduğu üçün 40-ı vuracaq 111-ə. O da bərabərdir 4440 kilometr. Burada yazacaqsınız 4440 kilometr. Belə. Nəhayət bu sınağın da sonuna gəldik. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olmuş olur. Kanala abunə olmağı unutmayın. Bəyəndinizsə bəyən butonuna basmağı da unutmayın. Gələn videolarda, gələn test tapşırıqlarında, gələn sınaqlarda